Deməli belə Mercedes C300-dür. Qorxmayın, xarab olmayın. Yoxlanışa gəlib. Çox adam deyir ki, ancaq BMW-lər gəlir, göydə qalır. Yox qardaş, Mercedes xarab olanda olur. Avtomobili yoxladıq, full check-up yoxlanışı elədik, peridokundan tutmuş, deməli, motoruna qədər, Porsche-nə qədər, gilizə qədər, hamısına kamera vasitəsilə baxdıq. Avtomobildə nə problem var isə avtomobil sahibinə bildirdik. Bir dənə avtomobildə vacib məqam olaraq sveçan dəyişilməli idi ki, demək, açmış şamlar dəyişilməli idi. Onu da avtomobil sahibinin yanında orijinalına sifariş elədik, qoyduq, üzərinə yerləşdirdik. Elektronikada heç bir ciddi problem yoxdur. Aporlar hamısı yaxşıdır, qaydasındadır. Ask sistemdə problem yoxdur. Mühərriki ilə də bağlı, Porsche-ndə təmiz, gilizdə təmiz, farsonka da təmiz. Müştərimizə xeyirli uğurlu olsun. Bunların hamısında bax belə təmiz olmasının səbəbi 95 yanacaqdır ki, 95-98 yanacaq. Nə qədər keyfiyyət yanacaqla avtomobili təmin eləsəniz, hər zaman Porsche-də təmiz olacaq, gilizdə təmiz olacaq. Yanma kamerasında yanma düzgün gedəcək, Svetsada, yəni alışmış şamında daha çox uzun ömürlü olacaq. Belə, özünüzdən və avtomobilinizdən müğayət olun. Mercedes-də.